Dəreyle buradan başlayacağım. Hə, gəldik. Öz Hara çatdın? yol ağamıza, evimizin yoluna. Hə, deyim, gözün Hə. aydın deyil. Özüme söz vermiştim ki ağlamayacağım Yok, ama. elə hisli ki, burada ağlamaq mümkün olmur. Hoş xatirələrimiz bax bu cürə darmadağın. Vivian papasını verir. Diyordu. Vermə, vermə. Düş qabağa. Mən nə deyirdin? Deyirdin ki, Ceyran ağlamayasın. Yasəməngilin evi idi, bax bura, hə? Hə. Ata-analarımızın əlini zəhməti. Allah sağ rəhmət eləsin Ayşə öyrəbəmi. Ruhun şad olsun. Gelirdi işten burada signal vererek. Hə. Elviyə, hə, döngə həmən döngə. Döngə həmən döngədir. Fındıq gəl var da bitivaz. Həmişə yerinizdə yurdunuz. Çox sağ ol qardaş, çox sağ olun. Ana sevmiş yaş göz yaşı olar da o. Bəli. Cana Ülviyə. Ülviyə, ehtiyatlı ol ha. Ehtiyatlı ol ha Ülviyə. O ev kiminliydi? Ne bu? Yok. Biraz aşağıdaydı. Bu bizim tam değildi, el yeri. Ha o değil o. Onlar hala Yasəməngilin eviydi. Ülviyə, məhlənizdə var idi belə bir Bizim garajımız idi. Ha, burada böyük tane darvaza var idi. qoz ağacı var idi həyətinizdə. Bizim heç vaxt o zaman Bu ondan sonradan. Ne böyümüş burada sıra şey yok, sökükler. Bura yoktu. Haran deyirsən Ülviyə? Bura yoktu. Sök. Evi yaş çek. Buranı deyirəm, söküklər. Heç evin ikinci mərtəbəsindən qalxmaq o pilləkən də yox. Yoktu. Evin qabağını vapşe söküklər. Burada böyük naves var idi, altında da pilləkən var idi, evin içinə Bunu girdi. erməni sökübü. Ermənilər söküb, nə bilim, bilmirəm ki. Vay. Bütün viran eləyibləri, əlləri, qolları qırılmışlar. Və sizin bura bax, çöl qapını saraydı. Ben deyirəm O tərəfdə, hə? burada bu otağın biri idi. Burada qabağı böyük şeyvan idi. Yox, bu qarayab maşın hardan gəldi? Buradan darvazanı Oradan götürüblər. gəlirdi, elə. Darvazanı götürüblər. Bir də sən gələn yerdə darvaza. Orada dersən tane tamamını. Hə. Burada darvazanı götürüb birbaşlı garaja Ha. girirdi. Garajın yekə dəmir qapıları var. Burada naves var idi böyük. Altından pilləkən düz ikinci mərtəbəyə qalxırdı. Ülviyə, bax orada görsən kravatlardan satdan şey qoyulubdu. Elə bir çəpər çəkilibdi. Hə. Bəlkə də ona ermənilər eləyibdi. Evlərdən zaddan götürüb gəlib. Olar. Hə, özlərinə yer yurdu eləyirmişlər, vurulmuşlar. O divar kimi aranızda belə divar. Ay Ülviyə. Ülviyə. Aramızda
divar var idi, üstü də setka idi. Bər bax. Söktülər, Buraya bax, divar bu budur. Budur da balacalaşıb ya. Ha. Divar bax budur. Ülviyə nə divar idi bu? Evin qabağı. Bir otaq var, ora mənim otağım idi. Hə. Ora mənim Ora otağım. bir yaxınlaş görək də. Hə? Yaxınlaş. Girim içəri. Ay yox, ehtiyatlı olsun, ay yox. Ay yox, Girmə elə divar müstəqsil. Elə biləm girə bilərəm. Gözlə gör. Ülviyə, ehtiyatlı ol. Burada heyvan var imiş, nəymiş? Erməni dilində də fikir versən divara nə yazıbdılar? Bax, bax. Görürsən erməni dilində nə yazıbdılar? Hara? Bax, bax, bax. Hə. Görürsən? Gör evin içində nəsə bir sizə ait bir xatirə qalır. Dəmir, dümür, dəmir nəsə bir şey. Deyirəm uşaqlar, gör, mundarıqlarına bax ki, pol qoyulmuşlar, pol altı. Gör onu nə cürə dartıb çıxardıbdılar. Deməli qəşəng ağacıymış ki, material qəşəng imiş ki, onu götürüblər. Pəncərə pozdan oldu. Vəsiyo da ona görə də söküb aparıblar. Onlara da o cürə mükəmməl material lazımdır. Bura xınaydı. Bura xınanı söküblər. Xınanı söküblər. Ora yekə xınaydı bura. Yekə xınaydı, zontiki var idi qazın üstünün zadı. Bura üç bucaqlı üstündə balkon var idi. Qabağı da güllərlə. Görmüşdün də. Yuxarı, ikinci mərtəbə. İndi o evə bax, gör divarlarında bitən mamır, nə bilim, yabani otlar, bitkilər. Ata-analarımızın əl əziyyətləri heç nə oldu. Elə o dərd adamı yandırıb tökür. Bizim evi söküblər. Allah sağ rəhmət eləsin ay Zöhrəb əmi. Allah rəhmət eləsin. Yerin cənnət olsun. Çəkdiyin neçə il əziyyət Otaq mənim otağım idi. belə heyf olubdu. Bu otaq mənim otağım idi. Bunun üstü də gəlin otağı idi. Bax bu ikinci mərtəbə.